Hello everyone. Salam herkese. Bugünkü dərsimiz 5-ci sinif dərsliyindəndir. Unit 7, Lesson Around the World. Bölmə 7, Dərs dünya üzərində. How to dress in the desert. Səhrada necə geyinməli? İlk öncə dinləyək, daha sonra birlikdə tərcümə edək. Clothes for the extreme. How to dress in the desert. My name is Ahmad Mustafa Abu Rabia Sulaim, and I am a 13-year-old Bedouin from the Arabian desert. I'm an artist, and I'm sending 2 of my pictures. They show the type of clothes that we wear in our community. In this picture, my brother Abdullah is next to one of our camels. But wait, is Abdullah wearing a dress? Yes, he is, because it's very hot in the desert, so we wear loose clothes. We all wear dresses, women, girls, boys, and men. He's not wearing a hat on his head, but a kutra. This protects his head from the sun. He's wearing sandals too, because the sand is really hot. And what are the people doing in this picture? It's the end of the day, and the men are sitting and listening to traditional stories. Some are wearing coats or furwas because the nights are cold. Who is the woman wearing a black dress? And what is she doing? Well, that's my Aunt Aisha, and she's working. She's bringing water to the camp. İndi isə uşaqlar tərcümədən öncə istərdim bilmədiyimiz sözlər var, onlara nəzər salaq. Article, məqalə, culture, mədəniyyət, desert, səhra, community, cəmiyyət, camels, dəvə, wait, gözləmək, loose, boş, azad, protect, qorumaq, sandals, yay ayaqqabısı, sand, qum, end, son, sonlandırmaq, traditional, ənənəvi, bring, gətirmək. İndi isə gəlin tərcümə edək. İlk öncə ağ lövhənin içərisində olan qeydi oxuyaq. Every month we have a new article about clothes and culture. Hər ay bizim paltarlar və mədəniyyət haqqında yeni bir məqaləmiz olur. This month we are talking to Ahmad Mustafa. Bu ay biz Əhməd Mustafa haqqında danışacağıq. Sarı lövhənin içərisində olan qeydlərimizi oxuyaq. My name is Ahmad Mustafa Abu Rabia Sulaim and I am a 13-year-old Bedouin from the Arabian desert. Mənim adım Əhməd Mustafa Abu Rabia Sulaim və 13 yaşlı ərəb səhrasındanam. I am an artist and I am sending 2 of my pictures. Mən rəssamam və 2 şəklimi göndərirəm. They show the type of clothes that we wear in our community. Onlar bizim cəmiyyətdə geyindiyimiz paltarları göstərəcək. İndi isə gəlin qırmızı lövhənin içərisində olan qeydi oxuyaq. In this picture, my brother Abdullah is next to one of our camels. Bu şəkildə qardaşım Abdullah dəvələrimizin birinin yanındadır. But wait, is Abdullah wearing a dress? Amma gözlə, Abdullah paltar geyinib? Yes, he is, because it is very hot in the desert. So we wear loose clothes. Bəli, çünki səhrada hava çox isti olur və biz yüngül paltarlar geyinirik. We all wear dresses. Women, girls, boys and men. Bizim hər birimiz paltarlar geyinirik. Qadınlar, qızlar, oğlanlar, kişilər. He's not wearing a hat on his head, but a xutra. Onun başında papaq yoxdur, amma xutradır. This protects his head from the sun. Bu onun başını güneşten koruyur.
He's wearing sandals too because the sand is really hot. O yüngül ayaqqabı geyinib çünki qum istidir. Yüngül ayaqqabı uşaqla dediyimiz yay ayaqqabısından söhbət gedir. Yəni ipli olan ayaqqabıdan söhbət gedir. And what are the people doing in this picture? Yaxşı, bəs bu şəkildə insanlar nə edir? It is the end of the day and the men are sitting and listening to traditional stories. Günün sonudur və insanlar əyləşib milli hekayələri, yəni ənənəvi hekayələri dinləyirlər. Some are wearing coats or forwards because the nights are cold. Bəziləri gödəkçə və ya yun geyimlər geyiniblər çünki axşamlar soyuq olur. Who the man wearing a black dress? Qara don geyinən qadın kimdir? And what is she doing? Bəs o nə edir? Well, that's my aunt Aisha and she is working. Yaxşı, o mənim xalamdır və o işləyir. She is bringing water to the camp. O düşərgəyə su gətirir. Bu formada tərcümə edirik və keçirik növbəti səhifəyə. Burada bizə tapşırıqlar verilib. Look at the article, the title and the images. Məqaləyə, başlıqlara və şəkillərə baxın. Then answer the questions, check the correct answer. Daha sonra sualı cavablandırın, doğru cavabı seçin. What do you think the article is about? Sizin fikrinizcə məqalə nə haqqındadır? Families and tradition in the desert. Səhrada ailələr və ənənələr. Water in the desert. Səhrada su. People clothes in the desert. Səhrada insanların geyimi. Təbii ki, bu geyimdən söhbət gedirdi. Uşaqlar, biz geyimi işarə edəcəyik. İkinci tapşırığa baxırıq. Read the article quickly, then check the words in the article. Məqaləni sürətli formada oxuyun və sözləri qeyd edin. Yəni sözlər biz məqalədə gördüyümüz sözləri qeyd edəcəyik. Dress, bəli, don var idi, geyim var idi. Glasses, eynək, xeyli, glasses, eynək sözü məqalədə yox idi. Pants, şalvar, xeyli yox idi. Jacket, gödəkçə, yox idi. Jaket uşaqlar gödəkçədən daha... Gödəkçə dediyimiz uşaqlar paltodan söhbət gedir, yun geyimdən söhbət gedir. Amma jacket isə yüngül geyimdəndir. Ona görə jacket sözünü işarə etmirik. Amma coat var idi. İşarə edirik. Clothes sözü də bəli var idi. Hansı sözlər var idisə biz onları işarə edirik. Üçüncü tapşırıqda read and listen to the article, check your answers to exercise 1 and 2. Məqaləni dinləyin və oxuyun və birinci, ikinci tapşırıqdakı sualları cavablandırın. Yəni cavablarınızı daha doğrusu yoxlayın. Biz də məqaləni dinləmişik, yenidən dinləməyə ehtiyac yoxdur. Əgər sizə ehtiyac olarsa dinləyə bilərsiniz. Exercise 4, tapşırıq 4. Match the beginnings of the sentence 1 to 4 with endings A to D. Cümlələrin başlıqlarını sonları ilə uyğunlaşdırmaq lazımdır. Yəni 1-dən 4-ə qədər verən adları biz A-dən D-yə qədər olan cümlələrlə uyğunlaşdırmalıyıq ki, hansı cümlə hansı şəxsə uyğundur. Ahmed is sending his pictures to the magazine. Əhməd öz şəkillərini məqaləyə göndərmişdi. Yəni bu doğrudur. Digər cümləmiz Abdullah. Abdullah Əhmədin qardaşı idi və o olacaq is wearing a dress and xutra. Yəni don və xutra geyinmişdi. D variantı. Üçüncüdə the men are sitting and listening to stories. Yəni kişilər əyləşib hekayələr dinləyirdi. Olacaq C variantı. Aisha is working. Yəni Ayşə işləyirdi. Beləliklə 2-də D, 3-də C, 4-də E variantlarını yerləşdiririk. 5-ci tapşırığa baxırıq. Read the article again. Decide if the sentence are true or false. Məqaləni yenidən oxuyun. Cümlələr doğrudur, yoxsa səhv. Yəni uşaqlar öncə oxuduğumuz məqaləyə uyğun olaraq bu cümlələr doğrudursa true, səhv isə false cavablarını yerləşdirəcəyik. Bir də nümunə olaraq verilib. Abdullah is an artist. Abdullah rəssamdır.
Xeyr, bu yanlışdır. Çünki Əhməd rəssam idi, Abdullah onun qardaşı idi. Bu formada qeyd olunmayıb, ona görə false cavabı yerləşdiririk. 2-yə baxırıq. In the desert, women wear dresses and men wear pants. Səhrada qadınlar don, kişilər isə şalvar geyinir. Xeyr, bu yanlışdır. Çünki orada bütün hər kəsin don geyindiyi qeyd olunmuşdur. Yəni qadınlar, kişilər, qızlar, oğlanlar hər biri don geyinir. Ona görə burada biz false cavabı yerləşdiririk. 3-ə baxırıq. Hats are common to protect from the desert sun. Papaqlar səhra günəşindən insanları qoruyur. Orada uşaqlar xutra taxıldığı istifadə olunduğu qeyd olunmuşdur. Ona görə yanlış kimi qeyd edəcəyik. 4-ə baxırıq. Sandals protect your feet from the hot sun. Yay ayaqqabıları ayaqlarını isti qumdan qoruyur. Bəli, bu doğrudur. Tur yerləşdiririk. 5-də. Nights are always hot in the desert. Səhrada axşamlar hər zaman isti olur. Bu yanlışdır. Soyuq olduğu qeyd olunmuşdur. Hətta orada axşamlar gödəkçə geyindiyi bildirilmişdir. Ona görə burada biz false cavabı yerləşdiririk. 6-ya baxırıq. Bedouin women are responsible for getting water. Bedouin qadınları su gətirməklə məsuliyyətli idilər. Bu yanlışdır uşaqlar. Çünki orada xüsusi bir qeyd olunmamışdır, ümumi verilməmişdir. Sadəcə Ayşanın getirdiyi bildirilmişdir. Ona görə false cavabını yerləşdiririk. Çünki elə bir ifadə yox idi. Keçirik 6-cı tapşırığa. Words in the context. Compose a sentence with the words below. Aşağıdakı sözlərlə cümlələri tamamlayın. Cold soyuq, hot isti, sandals yay ayaqqabısı, loose yüngül, sand qum. People wear coats to protect them from. İndi insanlar gödəkçə geyinir onları qorumaq üçün. Nədən qorumaq üçün? Təbii ki, soyuqdan olacaq. Coat sözünü yerləşdirəcəyik. Sonda sizə rahat olması üçün qeyd edəcəm. 2-də the Bedouins usually wear. Bedouinlər adətən geyinirdilər. Necə geyinirdilər? Yüngül paltarlar, loose clothes because it is hot in the desert. Çünki səhrada hava isti olur. Bura biz loose clothes yazacağıq. 3-də people wear in the summer not shoes or sneakers. İnsanlar yayda geyinir. Bu ayaqqabı və idman ayaqqabısı deyil. Təbii ki, burada sandals olacaq, yəni yay ayaqqabısı. 4-də baxırıq. In the desert it is very hot and difficult to walk there. Səhrada çox çətindir gəzmək, yəni isti olur. Nə isti olur səhrada? Təbii ki, qumdan söhbət olur. The sand in the desert is very hot and it is difficult to walk there. Yəni səhrada qum çox istidir və orada gəzmək çətin olur. Burada biz sand sözünü yerləşdiririk. Və 5-ci sözümüz people don't wear coats when it is. İnsanlar gödəkçə geyinmirlər. Nə zaman? Təbii ki, isti olduqda bu zaman biz hot sözünü yerləşdiririk. Beləliklə, birinci boşluğa cold, ikinci boşluğa loose, üçüncü boşluğa sandals, dördüncü boşluğa sand, beşinci boşluğa hot sözlərini yerləşdiririk. Sizə rahat olması üçün qeyd edirəm. Beləliklə, cold, loose, sandals, sand, hot sözlərini yerləşdirdik. Think, düşün. Do clothes reflect our personality and culture? Sənin fikrincə paltarlar bizim şəxsiyyətimizə, mədəniyyətimizə təsir edir? Video. Which places can you see in the video? Videoda hansı yerləri gördünüz? What are your favorite clothes in the video? Videoda sevimli paltarlarınız hansılarıydı? Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansısa bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. See you next lessons. Növbəti dərslərdə görüşənədək.